4 növ linzalar var. Ən böyük qrupları ayıraq. Monofokaldır. Mono, yəni bir fokuslu linzalardır. Bu linzanı pasientin gözünə qoyulduqda pasient bir məsafəni yaxşı görəcək. Məsəl üçün, adətən biz çalışdığımız 99% hallarda biz nəyə çalışırıq? İnsan uzağı yaxşı görsün. Yəni, monofokal linza qoyduğumuz halda insan bir məsafəni, məsəl üçün, uzağı əla görür. Bu nə deməkdir? Bu deməkdir ki, yaxın məsafəni əlbəttə ki, dumanlı görəcək və qəzet şriftini, kitab şriftini oxumaq üçün artıq eynəkdən istifadə etməyə məcbur olacaq. Harası müsbət 2-2,5 arası. Ya da ki, pasient deyir ki, doktor, mən uzaq istəmirəm, mən həmişə yaxın məsafəni görmüşəm, elə insanlar olur, hansı ki, mənfiliklə yaşayır, yaxından görməsi var, həmişə olub və eyni qaydada, indi mirvari suyu yaranandan sonra istəyir ki, mirvari suyu götürülsün və yenə də yaxın yaşı görsün. Əlbəttə ki, bu çox sadə bir üsuldur. Biz hesablamamıza aparanda proqnozu öncədən, məsəl üçün, -2,5 ya da -3 kimi saxlayırıq. Bu linzanın rəqəmini dəyişməklə buna əldə edə bilirik, nail ola bilirik və bu halda pasient yaxını əla görür, amma uzağı görmək üçün eynəkdən istifadə etməlidir. Ya da ki, deyir ki, məni qane edir, mənə bu bəsdir. Bu monofokal linzalardır.